Salam əziz abituriyentlər, bugün izah edirəm mən sizə passive voice-i. Passive voice. Passive voice necə düzələr? Bax, onu qeyd edək dərhal. Düsturu budur. To be. Üstəgəl participle to ardıcıllığına passive voice deyilir. Məhcul növdə Azərbaycan dilində tərcüməsi budur. To be nə deməkdir? Biz bilirik ki, to be indiki zamanda əmiza, keçmiş zamanda was were, gələcək zamanda will be, shall be və yaxud da ki, have been, has been, indiki bitmiş zamanda. Yəni uzun sözün qısasını tutalım ki, yuxarıda verilən cümlə bizə indiki zamanda. Yəni present simple. Yəni məsəl üçün do və yaxud da ki, does. Sən onu passivə çevirmək istəyirsənsə, təbii ki, sən to be-nin indiki zaman formaları olan am, is, are-dan istifadə edəsən. Üstəgəl participle to. Bəs participle to nə deməkdir? Biz bunu artıq izah eləmişik və bunu bir də deyək. Biz bilirik ki, bizim verbimiz, feilimiz iki yerə bölünür. Regular verbs and irregular verbs. Yəni qaydalı feillər hansı ki id vasitəsilə düzəlir və qaydasız feillər hansı ki kökdən dəyişməklə. Bax, participle to budur və bizim kökdən dəyişən qaydasız feillərimizə verb free deyilir. Tutalım ki, verilən cümlə yuxarıda past simple'dır. Yəni keçmiş zaman, keçmiş sadə zaman və yaxud da ki siz demişik. Bu təqdirdə mən istifadə edəcəm was, were, üstəgəl participle to. Birinci gəlin yadımıza salaq ki, past simple nə deməkdir? Did. Dərhal yadımıza düşür did, çünki sual inkara didlə verilir. Və təbii ki, onun məhcul növü də to be-nin keçmiş zamanı olan was və üstəgəl participle to vasitəsilə düzələcəkdir. Və yaxud da ki, mən gedirəm, deyirəm ki, future simple. Future simple neydi bəs? Gələcək zaman. Yəni, will be ilə verilibdir artıq. Və təbii ki, orada shall be-dən də istifadə edə bilərsən. Üstəgəl, participle to ardıcıllığına gedəcəksən. Bu da sənin gələcək zamanın məhcul növü. Üstəgəl, participle to ardıcıllığı, bax, önəmlidir, buna fikir ver. To be-li feilləri məhz bu səbəbdən də öyrənmək çox vacibdir, çox önəmlidir. Və yaxud da ki, tutalım ki, verilən cümlə sənə yuxarıda present continuous'dur. Present continuous, yəni indiki davam edən zaman, davam edici zaman. İndiki davam edici zaman biz bilirik ki, normal olaraq düzəlir. Am, is, are, üstəgəl verb, üstəgəl ing vasitəsilə, doğrudumu? Bəs bunun məhculuna geçsək, yuxarıda tutalım ki, biz əmizə üstəgəl verb, üstəgəl ing version'ın gördük, versiyasını gördük. Təbii ki, aşağıda gedəcəksən. Am, is, are, üstəgəl being, üstəgəl participle to ardıcıllığına riayət etməlisən ki, doğru məhcul növ yarada biləsən. Və yaxud da ki, tutalım ki, verilən yuxarıdakı cümlə past continuous'dur. Yəni keçmiş davam edici zaman. Bu deməkdir ki, dərhal yadımıza salaraq keçmiş davam edici zaman necə düzələrdi? Was, were, üstəgəl verb və üstəgəl ing vasitəsilə, normal version'da belə idi. Biz bunun məhculuna geçsəysə olacaqdı was, were, being, üstəgəl participle to ardıcıllığına riayət etməliyik ki, keçmiş davam edici zamanın məhcul növünü yarada bilək. Və yaxud tutalım ki, yuxarıda verilən cümlə present perfectdir. Yəni, present perfect. Present perfect isə, yəni biz istifadə edirik have, has, üstəgəl participle to. Doğrudumu? Bu normal present perfect, indiki bitmiş zamanda. Hansı zaman? İndiki bitmiş zaman.
Bəs yaxşı, biz bunun məchuluna necə gedirik? Məchulda isə istifadə edəcəyik have been, has been. Üstə gəl participle to ardıcıllığına gedəcəyik. Beenləri təbii ki, unutmuruq. Və yaxud da ki, tutalım ki, yuxarıda verilən cümlə sənə past perfectdir. Yəni keçmiş bitmiş zaman. Dərhal yadımıza salırıq ki, keçmiş bitmiş zaman necə düzəlirdi? Had üstə gəl, participle to ilə düzəlirdi. Doğrudurmu? Bəs bunun məchuluna getsək, məchulda olacaqdı had been, üstə gəl, participle to ardıcıllığına təbii ki, riayət etməlisən. Və yaxud da ki, sənə verib də orada can, modal feildir. Must, modal feil. Və yaxud da ki, should, yenə modal feil. Bax, bu tipli modal feilləri görsən, bil ki, əlavə edəcəksən sadəcə be və üstə gəl yenə də participle to ardıcıllığına gedəcəksən. Təsdiq cümlələrdə unutmursan ki, to be üstə gəl participle to ardıcıllığı mühümdür. Araya maksimum zərf girə bilər. Vəssalam, qalan ardıcıllıq mütləq ki, yerində olmalıdır. Bax, bunu unutmayaq, bu vacib bir məqam idi. Əgər sənə yuxarıda deyir ki, passive voice tap, məchul növü tap, mütləq ki, sən bil ki, to be üstə gəl participle to ardıcıllığını tapmalısan. Bax, bu məqamda təbii ki, diqqətli olmalısan. Bəs mən bu məchul növü necə qurum, necə düzəldim? Yuxarıda verilən cümləyə məsəl üçün baxmaq lazım. Məsəl üçün, topluda baxım görüm sizin məchul növünüzə aid. Mənə hansı cümlələr veribdir? O cümlələrdən istifadə edək gəlin. Məsəl üçün deyirəm ki, the company produces new jeans. Tutalım ki, belə bir cümlə. İndiki zamanda verdim də, düzdürmü? Dərhal mənim edəcəyim ilkin mərhələ zamanımı müəyyən elədim, indiki zaman. Yəni, bu mənim do və doesn't-dur. Belə çıxır ki, mən istifadə eləməliyəm am, is, are. Üstə gəl participle to ardıcıllığından. Doğrudurmu? Çünki indiki zamanın məchul növü məhz bu şəkildə düzəlir. Zamanı müəyyən eləyəndən sonra mən dərhal cümlənin tamamlığını tapmalıyam. Deyirəm ki, şirkət yeni cinslər istehsal edir. Nəyi istehsal edir? Yeni cinsi. Doğrudurmu? Yəni, şirkət company mənim cümlədə birinci mübtədam olduğu təqdirdə. Mənim cümlədəki ikinci ismim hansı ki tamamlıq funksiyasındadır? Yeni cinslər. Nələr? Doğrudurmu? Amma artıq cümlədə keçib axı tamamlıq funksiyasına. Yəni, mənim obyektim new cinsdir. Şirkət yeni cinsləri istehsal edir. Nəyi istehsal edir? Yeni cinsləri. Doğrudurmu? Yeni cinslər keçdi cümlənin əvvəlinə. New jeans. Hansı zamandır? İndiki zamandır. Təkdədir, cəmdədir? Təbii ki, cəmdədir. Are, üstə gəl participle to. Participle to da neydi? Feilin produced. Qaydalı olduğuna görə id əlavə elədim. Vəssalam, bu qədər saydı. Və yaxud da ki, biz orada produce deyil də, əvəzində gördük produced. Keçmiş zaman. Təbii ki, olmalıydı. New jeans were produced. Və yaxud da ki, biz keçmiş zaman deyil də, yuxarıda görəm, will produce. Zamanı bu şəkildə dəyişə gedir. Nə olacaqdı? Təbii ki, olacaqdı jeans will be produced. Və yaxud da ki, yuxarıda mən have və yaxud da ki, has produced gördüm. Təbii ki, olacaqdı jeans have been produced.
qədər sadə. Və ya yuxarıda biz görürük had üstəgəl participle ardıcıllığını. Yəni produced. Düzdürmü? Aşağıda verəcəksən jeans had been produced. Yəni uzun sözün qısası, yadımızda saxlayırıq ki, sənə yuxarıda hansı zaman veribsə, sən də aşağıda o zamana gedəcəksən. Maksimum cəm, bu cəm həzə çevrilər və yaxud da ki, həz həvə çevrilər və yaxud da ki, maksimum is aya çevrilər, are izə çevrilər və yaxud da ki, was veya çevrilər, were was-a çevrilər. Yəni, buradakı ismin təkindən cəmlən asıldır. Amma yadda saxla ki, bir zaman digər zamana heç bir təqdirdə keçid edə bilməz. Bu vacib məqam idi ki, burada dedik. Yaxşımı? Yuxarıda tutalım ki, sənə deyir ki, sual cümlələrinin məhculunu qur. Sual cümləsi veribdir və onun passivini istəyir. Doğrudurmu? Yəni, onun məhcul növünü istəyir. Burada yadımızda saxlayacağımız düstur budur. Sual əvəzliyi. Sual əvəzliyi. Üstəgəl to be. To be yenə də özün asılı olaraq, yəni yuxarıdakı zaman hansıdırsa ona uyğun dəyişmək şərti ilə. Üstəgəl obyekt, yəni bizim mübtədamız, hansı ki tamamlıqdır, mübtədadır cümlədə. Lakin hansı funksiyaya keçib artıq tamamlıq funksiyasına keçibdir. Düzdürmü? Yəni mənim ismim, ikinci ismim və ya obyektim, sən onu necə qəbul edirsən et. Amma tamamlığa çevrilib artıq. Tərcümə ilə gedir bu tamamlığa. Düzdürmü? Və üstəgəl participle to ardıcıllığa. Participle to'nun da artıq nə olduğunu biz dəfələrlə dedik. Mənim verbim 2 yerə bölünür, regular and irregular verbs olaraqdan. Bu qədər sadə. Doğrudurmu? Məsəl üçün deyirəm ki, sən dünənləri kimi gördün və yaxud da ki, o şəkildə ki, yəni cümlədə obyekt olsun. Baxaq görək hansı cümlələr mənə verilibdir. Məhcul növdə sual cümlələrində yadımıza düşsün. Məsəl üçün burada verilib ki, who cleans these rooms? Bax, belə bir cümlə veribdir. Who cleans these rooms? Mənə verilən cümlə indiki zamandadır. Dərhal mənim beynimə gəlir ki, burada do, does, indiki zamanda. Düzdürmü? Təbii ki, bunun məşğulluğu gedəcəkdir. Am, is, are, üstəgəl participle to ardıcılığına. Bu mənim birinci lazım olan məqam. Sonra mən gətirirəm. Who-nu qoydum yerinə. Çünki mən burada qaydada demişəm ki, sual əvəzi üstəgəl to be. Yəni, who-nu qoyandan sonra yerinə mən əmrizadan istifadə eləməliyəm. Mən are-dan istifadə eləməliyəm burada. Niyə? Çünki mənim tamamlığım cəmdədir. Deyirəm ki, otaqları kim təmizləyir? Nəyi? Otaqları. Who are gedəcəm mübtədama. Yəni ki, otaqlar. The rooms. Who are the rooms? Cleaned by. Bu qədər sadə. Deməli, neylədim? Sual əvəzliyim. Gedirəm to be, dərhal to be gəlməlidir. Sual əvəzindən sonra unutma. Üstəgəl mənim tamamlığım getdi və üstəgəl dərhal participle to ardıcılığına gedəcəm. Cümləni təbii ki, by ilə davam etdirəcəm və burada da yadımda saxlayıram ki, whom, nöqtə cümlənin sonunda by bərabərdir by whom-a. Yəni, sən cümləni o şəkildə də görə bilərsən, bu şəkildə də görə bilərsən. Bu zaman bu sinonimdir, heç bir fərqi yoxdur. Belə də mümkündür, belə də mümkündür bu ardıcıllıq. Unutma. Yəni, verilən sənə hansı zamandırsa, sən təbii ki, o zamanla davam edəcəksən. Sadəcə diqqətli ol ki, məsəl üçün deyirəm ki, gələcək zamanda bir qədər fərqlidir. Niyə görə? Deyirəm ki, who will watch the TV.
Deyirəm TV-yə kim baxacaqdı? Deməli, ardıcıllıq belə olmalıdır. Biz bilirik ki, bu gələcək zamandır. Gələcək zaman dərhal yadımıza düşür ki, düzəlir will be, üstəgəl participle to ardıcıllığı. Deyirəm ki, sual əvəzi who, təbii dərhal getməlidir to be-yə. Düzdürmü? Getdi. Who will, üstəgəl mübtəda the TV be. Bax, buradakı be var ha. Mütləq ki, aralanacaq sual cümləsində. Araya, bax, obyektin girəcək. Yəni, tamamlığın. Who will the TV be watched by? Bu qədər sadə. Sadəcə diqqətli ol ki, bax, sual cümlələrində will be-dən mütləq ki, aralanacaq. Araya nə girəcəkdir? Obyektin. Yəni, tamamlığın. Yaxşımı? Və yaxud da ki, verilən cümlə, tutalım ki, sənə verilibdir. Who has cleaned the room? Düzdürmü? Deyirəm ki, otağı kim təmizləyib? Bu mənim indiki bitmiş zamanımdır da. Bunun da dərhal yadıma düşür ki, məchul növü düzəlir. Have been, has been, üstəgəl participle to vasitəsilə. Düzdürmü? Məchul növüm belə düzəldi. Aha, indi gedirəm sual əvəzliyimi yenə qoydum. Dərhal to be gəlməlidir axı. Who has, obyektimi qoydum ortaya. The room, been ayrılacaqdır. Been, üstəgəl participle to, cleaned by. Vəssalam. Deməli, nə baş verdi? Has been-dən və yaxud da ki, have been-dən və yaxud da ki, had been-dən sual cümlələrində aralanacaqdır. Yaxşımı? Deməli, sual cümlələrində əgər cümlənin amma obyekti vardırsa, bax, məndə bu cümlənin obyekti var. Bax, bu səbəbdən aralanacaqdır. Məsəl üçün, deyirəm ki, sən dünənləri nə gördün? Bax, belə bir cümlə. What did you see yesterday? Deyirəm, sən dünən nə gördün? Birinci mən zamanımı müəyyən elədim. Mənim zamanım mənə was were deyir. Üstəgəl participle-dur. Çünki diddir də, düzdürmü? Aysel. İndi burada mənim cümləmin obyekti varmı? Yoxdur. Mənim cümləmin obyekti yoxdur. Onda gör necə olacaqdır. What-u yenə gəldim qoydum. Sual əvəzliyimdə dedik, sual əvəzliyi cümlənin başlanğıcında olmalıdır, düzdürmü? Sonra yenə to be gətirib qoymalıyam. Çünki dərhal to be gəlməlidir. Ya was olacaqdır, ya da ki were olacaqdır. İndi deyirəm ki, dünən nə görüldü? What was seen yesterday? Vəssalam. Burada niyə görə was-u seçməliyəm? Çünki what üçüncü şəxsin təkinə indikasiya edir və ona görə də mütləq ki, xəbərim də tək istəyəcəkdir. What was seen yesterday? Dünən nə görüldü? Bu qədər sadə. Başa düşdükmü? Yəni, yadda saxla ki, əgər cümlədə tamamlıq vardısa, bu araya girəcəkdir. Yoxdursa, heç nə araya girməyəcəkdir. Ardıcıllıq belə də davam edəcəkdir. Başa düşdük? İnşallah ki, hər şey aydın oldu. Sual cümlələri çətin deyil. Sadəcə olaraq düstura fikir verməli və düstura uyğun getməli. Bir də yadında saxla ki, bəzən götürürlər orada uşaqları çaşdırmaq məqsədilə. Was, were və yaxud da ki, am, is, are, been verirlər. Və ya be verirlər və ya been verirlər. Fərq yoxdur. Yadımda saxlayıram ki, heç bir təqdirdə was, were, been ifadələri mövcud deyildir. İlk öncə bax bunu sil. Bax bunu tap sil. Sonra zamana uyğun sil. Yaxşımı? Daha sonra isə düzgün ardıcıllığa get. Sual əvəzliyində dediyi ardıcıllıq necə olmalıdır? Təsdiq cümlələrdə dediyi ardıcıllıq necə olmalıdır? Diqqətli olsan, bunu tapmaq çox asandır.
Ümumiyyətlə, sənə tutalım yuxarıda deyir ki, passiv ver. Passivi tap. Məchul növü tap. Məchul növü tapmağa nə var ki, ay balam? To be, üstəgəl participle to ardıcıllığı sənin məchulundur. Başa düşdük? Yəni cümlədə sən bu ardıcıllığı görməlisən. Bir də gördün ki, gətirirlər participle to cümlənin əvvəlində verirlər, to be cümlənin sonundadır. Olmaz. Bu məchul növ deyil. Hesab olunmaz heç vaxt, yadında saxla. Deməli, hansı ardıcılığa fikir verməliyəm? To be üstəgəl participle to ardıcıllığına sən tapmalısan. Balaca tipslər ondan ibarətdir ki, sual cümlələrində cümlənin sonunda sifət görsən, dərhal sil. Bu nədir? Məchul. Məchul deyil. Deməli, sual cümlələrində cümlənin sonunda sifət görərsənsə və yaxud da ki, sənin cümlən there is there ilə başlayıb. Və yaxud da ki, is there, are there ilə. Və yaxud da ki, there was, there were ilə başlayıb. Və yaxud da ki, was there, were there ilə başlayıb. Ümumiyyətlə, əgər ki, sənin cümlən zeri zira ifadəsi və ya onun keçmiş zamanı və ya onun sual versiyası ilə başlayıbsa, məchul növ deyildir. Məchul deyil, dərhal sil. Başa düşdük? Deməli, sual cümlələrdə cümləm əgər ki, sifətlə bitibsə, adjektivlə bitibsə, məchul növ deyildir, sil, dərhal sil. Və yaxud da ki, zeri zira ilə gördün, cümlə bitib, sil, dərhal sil. Sonra bir də nə vaxt silərəm? Cümləmin sonu mine, yours, his, hers, ours, theirs tipli müstəqil yəli əvəzi ilə bitibdir. Bunlara biz yadımıza gəlir də, əvəziyi keçəndə bunlara nə dedik? Dedik ki, bunlar müstəqildirlər. Müstəqil yəli əvəzi. Səbəbi də odur ki, bunlardan sonra isim gəlməz. İşdir, sənin cümlən bu əvəziklərlə bitibsə, sil, məchul olmaz. Məchul deyil o cümlə, yaddan çıxartma. Bu cümlə məchul ola bilməz artıq. Deməli, ən sadə tips nə idi? Cümləm yəli əvəziklərinin müstəqil versiyası ilə bitibsə, cümləm zeri zira ifadələri ilə başlayıbsa, keçmiş zamanda və ya gələcək zamanda və yaxud da ki, məsəl üçün gələcək zamanda bax, there will be olacaqdır. There will be, bu mənim zeri zira ifadəmin gələcək zaman versiyası. Doğrudurmu? Bir burada özün göstəribdir. Və yaxud da ki, sifətlə bitibsə cümləm, sual cümlələrində bil ki, bu cümlə məchul növ deyildir. Sən bu cümləni dərhal silməlisən. Ümumiyyətlə, sənə yuxarıda deyir ki, yuxarıda deyir sənə, məchulu tap. Və yaxud da ki, sənə deyir ki, hansı cümlələr məchula gedir və ya hansı cümlələr məchula getmirlər. Qısa yoldan qaytara biləcəyim bir məqam var sənin. Əgər ki, bir cümlənin obyekti, yəni tamamlığı varsa, o cümlə məchuldur. Yəni məchula rahatlıqla gedər o cümlə. Can be change də ola bilər. Əgər cümlədə obyekt yoxdursa, hadisə özü öz üzərində icraat aparır və nəyinsə və ya kiminsə üzərində icraat getmirsə, deməli orada məchul növ yoxdur, məchul növə çevrilə bilmərsə. Deməli, obyekt vardırsa, məchul növə çevirəcəksən. Obyekt yoxdursa, məchul növ olmaz. Başa düşdük? Yəni, obyekt burada çox önəmlidir.
Məsəl üçün deyirəm ki, yesterday he walked alone. O dünənləri tək gəzdi. Mən bu cümləni məchula çevirə bilirəmmi? Xeyr, hadisə öz-özdən baş veribdi. Oğlan özü gedibdi, özü tək gəzibdi. Vəssalam. Burada mənim məchula çevirə biləcəyim bir məqam yoxdur. Demək ki, mən cümlədə nəyi tapmalıyam? Mən cümlədə obyekti tapmalıyam. Vəssalam. Cümlədə obyektim vardısa, yəni mənim tamamlığım vardısa, təbii ki, bu cümlə məchul növə gedəcəkdir. Doğrudurmu? Və yaxud da ki, cümlə zeri-zera ilə başladısa. Dərhasil. Burada heç düşünməyə, tərcümə etməyə heç nə yoxdur. Dərhasil. O cümlə məchula çevrilə bilməz. O cümlə məchula gedə bilməz. Deməli, yadımda saxlayıram ki, obyekt məchul növün özəyidir. Yəni, həmin obyekt, hansı ki, cümlənin əvvəlinə getməlidir ki, mənim məchulum əmələ gəlsin. O obyekti tapmalısan. O obyekti tapmaq üçün də bir qədər diqqətli olmalı və cümləni tərcüməyə getməlisən. Bəzən çaşdırıcı məqamlar yarana bilirlər. Sadəcə olaraq diqqətli ol və bunu tapmaq çox sadədir. Və burada mənim növbəti məsləhətim isə təbii ki, sənin to be-li hazır ifadələri öyrənməyindir. Məsəl üçün, orada sən to be interested ifadəsi görürsən. To be-li hazır ifadələrin məchul növə getmə ehtimalı sıfırdır. Və yaxud da ki, to be late görürsən. Bunlar hamısı öz-özünə icra olunan hərəkətləri ifadə edəcəkdir. Belə çıxır ki, sən to be-li ifadələri əzbərləməlisən. To be-li ifadələr səni müəyyən dərəcədə çaşdıra bilərlər. Başa düşdük? Deməli, to be-li ifadələri digər haldakı feillərdən ayırt etməyin əsas yolu to be-li ifadələri əzbərləməkdir ki, konspektdə, materialda, yazdığım materialda to be-li ifadələr təbii ki, vardır. Sadəcə diqqətli ol ki, onları əzbərləyə biləsən. Məsəl üçün, to be late gördün, dərhasil məchul ola bilməz. To be interested gördün, dərhasil məchul növ ola bilməz. Materialın əsası, özəyi bundan ibarətdir. Düşünürəm ki, materialı izahını verdim mən. Çətin bir şey yoxdur burada. Sadəcə olaraq biraz diqqətli olmaq lazımdır. Vəssalam. Müəyyən dərəcədə diqqətli olsaq, bütün materialı rahatlıqla mənimsəyə bilərik, dərhalda testlərinə giriş edə bilərik. Hər kəsə uğurlar arzulayıram. Təşəkkürlər.